Ne hadisə baş verirsə bir an içində həm helikopter gəldi. Görürsünüz, bu kilsədir, kilsənin həyətinə qondu. Həm də təcili yardım maşınları gəlib, yanğın söndürən gəlib, polis gəlib. Nə hadisə baş verib, indi baxıb görəcəyik. Demək ki, hadisə kilsədə baş vermir. Çünki həmin vertolyotdan çıxıb, təcili yardım vertolyot, həmin vertolyotdan çıxıb, gəlib, bax, bu tərəfə, bu binaya tərəf getdi vertolyotdan gəldi. Yəqin ki, vertolyotun düşmə yeri, rahat yeri buraymış, kilsənin həyəti. Ona görə də indi baxaq görə burada nə hadisə baş verib. Ki, həm təcili yardım var. Ola bilsin ki, təcili surətdə kimlənsə bağlı problem olub. Ona görə də indi onu götürüb gətirəcəklər. Təcili olaraq təcili yardıma deyil, təcili yardım vertolyotuna, yəni maşına deyil, vertolyota gətirəcəklər. Burada baş verib bu hadisə nədirsə hələ bilinmir. Hələ mən ancaq çəkirəm bu hadisəni. Görək nə baş verib, harada hərəkətlənmə var, ona baxaq görək. Yəni, insan həyatı burada Avropanı pisləyənlərdən demək istəyirəm. İnsan həyatı burada bu qədər dəyərlidir. O hadisə kimlənsə, nəsə baş veribsə, ora qətiyyən düşünməyin ki, kimsə ya varlı adamdır, ya vəzifəli adamdır, ya nəysə. Yəni, burada fərq eləməz. İnsan varlı oldu, vəzifəli oldu, ya nə oldu. Bax, görürsünüz, helikopter, vertolyot da orada dayanıb. İndicə gəldi, indi. İndi onu da görək, sizə təqdim etməyə çalışacağım. Adamlar da düşünürlər ki, nə baş verib, nə baş verib. Yəqin ki, indi aydın olacaq. Baxaq görək. Birisi dəqiq gözləyək dostlar. Görək, necə yardım göstərəcəklər insanlara. Və ümumiyyətlə nə olub? Təsadüfən çəkirəm mən bunu. Nə olub, onu da mən bilmirəm. Nə olduğunu, indi mən bunu pəncərədən çəkirəm. İndi sizə təqdim edəcək. Bax, görürsünüz, yanğın söndürən var, polis var, bir də ambulans var, yəni təcili yardım, təcili tibbi yardım maşınları var. Və bu da bizim vertolyotumuz. Yəni, bunun arasında çox az bir məsafə var. Təxminən, bax, bu yol, bax, qısa bir yol gətirib, bax, ora çıxarılır. İndi hər halda kiməsə nəsə olub, dediyim kimi, gətirib bu helikopterə ya mindirib aparacaqlar, ya da helikopterlə təcili həkim gəlib ola bilsin. Lazım olan həkim helikopterlə gəlib ola bilsin, təcili tibbi yardım göstərib gedəcəklər bəlkə də, və yaxud da ki, o kiməsə nə yardım lazımsa onu bu təcili tibbi yardım maşınlara mindirib aparacaqlar. Bax, budur vəziyyət, dəyərli dostlar. Belə bir vəziyyət. Xatırlatan kimi bu kilsədir, kilsənin həyətində yer var düşməyə. Yəqin ki, bu təcili yardım vertolyotları və helikopterlər deyək, hər yerdə onlar bilirlər ki, hara inə bilərlər, hara inə bilməzlər, yəni təsadüfi yerlərə enmirlər. Onların da əvvəldən bildikləri bir yer var ki, hara inə bilərlər. Çünki üstündə pər var, bilirsiniz, mütləq ağac zad olmasın. Pərlər ağaca dəyər və vertolyotu oradan çıxarda bilər. Və belə bir vəziyyətdir. Hər halda, mən videonu dayandırıram, çünki kimisə gətirsələr, mən yenə çəkəcəm. Əgər olsa, olmasa, demək ki, artıq təcili tibbi yardım göstərilir burada. Belə, dəyərli dostlar. Vertolyot yenidən işə düşdü. Yəqin ki, getməyə hazırlaşır. Amma nə baş verdiyini yenə də bilmədik. Ola bilər ki, xəstəni gətirirlər və yaxud da ki, nəysə. Vertolyot, helikopter yəqin ki, işə saldı ərlərini, motorunu. İndi getməyə hazırlaşır.
vertolyot gedir. Ya həkim gətirdi, ya nəysə, biz bilmədik, amma hər halda düz həyətə, şəhərin ortasında kilsənin həyətinə endi. İndi də vəzifəsini yerinə yetirdi, çıxıb gedir. Getdi. Burada isə hələ təcili yardım da gedir. Demək ki, missiyaları yerinə yetirdi və çıxıb gedir. Amma təəssüflə biz görmədik. Burada nəyə görə gəlmişdi? Nəyə görə gəldiyi bizə məlum olmadı. Hə. Baxaq görə bu təcili yardım qayıdıb gedir yoxsa? Hə. Yanğın söndürən də gedir, təcili yardım da gedir. Hər halda missiyaları yerinə yetirdilər. Nəsə yəqin kiməsə yardım artıq göstərdilər. Həyat həkim gəldi, təhlükəsizlik sovuşdu, artıq gedirlər. Bax, belə bir vəziyyətdir dostlar. Şəhərin ortasına vertolyotun enməsini mən ilk dəfə görürdüm. Nəysə, salamat qalın, xoşça qalın. Dəyərli dostlar, kaş ki, hər zaman insanların həyat təhlükəyə düşəndə belə təcili tez gəlib yardım göstərilsin. Hər yerdə olsun bu. Sağ olun.